bürcü 13 iyul 2026-cı il. Bugünün sizə mühüm hadisələr və ya böyük dəyişikliklər gətirəcəyi çətin görünür. Bəzi qoçlara bugün bir qədər darıxdırıcı təsir bağışlaya bilər. Amma bürcün digər nümayəndələri hadisələrin gedişindən ümumilikdə razı qalacaqlar. Bəli, uğura düşündüyünüz qədər tez nail ola bilməyəcəksiniz. Həm də səbirsizliklə gözlədiyiniz dəyişikliklərin bugün baş verməsi ehtimalı azdır. Bununla belə gün pis keçməyəcək. O əvvəllər başladığınız işləri başa çatdırmaq, nəticələr çıxarmaq və səhvləri təhlil etmək üçün münasibdir. Köhnə ideyalara yenidən qayıtmaq olar. İstisna deyil ki, indi onları həyata keçirə biləcəksiniz. Çox güman ki, buna köhnə tanışlarınızdan biri sizə lazım olan anda köməyə gələrək yardım edəcək. Buğa bürcü 13 iyul 2026-cı il. Hər şey asan başa gəlməyəcək, amma yolunuzda ciddi maneələr yaransa belə niyyətinizdən əl çəkməyəcəksiniz. Bir çox buğa vəziyyətə uyğun öyrənmək, başqalarının ideyalarını mənimsəmək, müxtəlif mənbələrdən əldə etdiyi məlumatlardan istifadə etmək bacarığı da kömək edəcək. Ehtiyatlı davranmağınız sayəsində bədxahların qurduğu tələlərə düşməyəcək, ciddi səhvlərə yol verməyəcəksiniz. Həmkarlarla fikir ayrılıqları həmişəkindən daha tez yarana bilər və bəzən kifayət qədər ciddi xarakter ala bilər. Müstəviyə keçirməmək çətin olacaq, amma yenə də konstruktiv münasibəti qorumağa çalışın. Unutmayın ki, əsəbi halda deyilən incik sözlər başqa şəraitdə sizin üçün çox etibarlı, faydalı müttəfiq ola biləcək insanlarla münasibətlərinizi uzun müddət poza bilər. Əkizlər bürcü 13 iyul 2026-cı il. Hər şey istədiyiniz kimi getməsə də özünüzü itirməyin. Bugün bir çox insan üçün gözlənilməz çətinliklər yarananda sakit qalmaq, artıq təlaşa düşmədən bir işi digərinin ardınca həll etmək bacarığı xüsusilə faydalı olacaq. Bəzi əkizlər üçün başladığı işi sona çatdırmaq kifayət qədər çətin olacaq. Amma özlərini bir qədər məcbur etsələr, bundan yalnız qazancı əldə edəcəklər. Bugün iri layihələrə başlamaq və ya tamamilə yeni bir işə girişmək üçün münasib vaxt deyil. Bunu yalnız məsələni yaxşı öyrənmisinizsə və etibarlı müttəfiqlərin dəstəyini qazanmısınızsa etmək olar. Diqqət tələb edən tapşırıqların öhdəsindən tək başına gəlmək çətin olacaq. Xərçəng bürcü 13 iyul 2026-cı il. Nəyisə etmək üçün ən münasib vaxtdır. Bugün qarşınızda maraqlı imkanlar açılacaq. Sizdən tələb olunan yeganə şey çaşqınlığa düşməmək, yaranmış vəziyyətdən maksimum fayda götürməyə çalışmaqdır. Bu məsələdə bir çox xərçəngə intuisiya kömək edəcək. Onun sayəsində bürc nümayəndələri məqsədə necə çatacaqlarını tez anlayacaqlar. Ətrafdakıların məsləhətlərini dinləmək olar, amma onların kör-köranə yerinə yetirmək məsləhət görülmür. Təəssüf ki, bugün sizə ən həvəslə məsləhət verənlər məhz təcrübə və biliyinə arxalanmağa dəyməyən insanlar olacaq. Yeni iş tapşırıqlarının öhdəsindən uğurla gələcəksiniz. Xüsusən də dəqiqlik, məsuliyyətlə yanaşı, yaradıcı yanaşma tələb edənlərin. Bir çox xərçəng başa düşəcək ki, artıq adi çərçivələri aşmağa, bəzi ənənələrdən kənara çıxmaq lazımdır. Bu da onların çox xoş tanışlıqlar qurmasına kömək edə bilər. Şir bürcü 13 iyul 2026-cı il. Bugün nə ilə məşğul olmağı planlaşdırırsınızsa, əvvəldən ciddi əhval-ruhiyyəyə köklənin. Təəssüf ki, bu elə bir gün deyil ki, uğur özü gəlib sizi tapsın və hər şey öz-özünə ən yaxşı şəkildə həll olunsun. Amma yenə də uğur qazanmaq mümkündür. Bunun üçün birincisi israr, ikincisi isə etibarlı müttəfiqlərin dəstəyi lazımdır. Bugün kimə müraciət edə biləcəyinizi düşünün. Ən yaxşısı vaxtı ilə özünüzün mühüm kömək göstərdiyiniz insanlara üz tutmaqdır. Fikir ayrılıqları həmişdə həm də evdə həmişəkindən daha tez yarana bilər. Bəzən sizə elə gələcək ki, ətrafınızdakıların hamısı sizə qarşı haqsızlıq edir, sizdən çox şey tələb edir, amma əvəzində heç nə vermək istəmir. Belə anlarda əsəbləşməmək çətin olacaq, amma yenə də özünüzü ələ almağa çalışın. Sakitliyinizi qoruya bilsəniz, günün sonunda vəziyyətin düşündüyünüz qədər pis olmadığını anlayacaqsınız. Qız bürcü 13 iyul 2026-cı il. Pul məsələlərində risk etməyin, alış-verişə tələsməyin. Bütün şərtləri öyrənmədən heç bir sövdələşmə bağlamayın. Bugün maliyyə məsələlərini tələsik həll etmək, maddi dəyərlərə səhlankar yanaşmaq üçün uyğun deyil. Sizin təbii qənaətçiliyiniz çox faydalı olacaq və məhz onun sayəsində lazımsız xərclərdən yayınacaqsınız. Qalan məsələlər isə o qədər də pis getməyəcək. İşlər ciddi, sıçrayışlar olmadan, amma narahat olmağa əsas verəcək uğursuzluqlar da yaşamadan öz axarı ilə davam edəcək. Rəhbərlik hər zaman sizin tərəfinizdə olmasa da ciddi iradlar bildirməyəcək. Həmkarlar isə işləriniz həmişəkindən daha az qarışacaqlar. Diqqət və xırdalıqlara həssas yanaşma tələb edən işlərlə məşğul olmaq uğurlu olacaq. Yaradıcılıq tələb edən tapşırıqlar bir qədər çətin alınacaq, amma onların öhdəsindən gələcəksiniz. Sizə yaxşı ideya verəcək və ya ilhamlandıracaq bir insan tapılacaq. Tərəzi bürcü 13 iyul 2026-cı il. Darıxmağa vaxtınız olmayacaq, amma günü tamamilə xoş adlandırmaq da çətindir. O, çoxlu hadisələr, o cümlədən tamamilə gözlənilməz vəziyyətlər gətirəcək və buna görə bəzi tərəzilər planlarını dəyişməli olacaqlar. İstisna deyil ki, bəzi vacib qərarları tələsik qəbul etməli olacaqsınız və bu sizi xeyli narahat edəcək. Xoşbəxtlikdən yanınızda məsləhətləşə biləcəyiniz etibarlı müttəfiqlər olacaq. Artıq tanış olduğunuz iş tapşırıqlarına tamamilə yeni vəzifələr də əlavə oluna bilər. İş yükü artacaq və hər şeyə vaxt çatdırmaq üçün vaxtınızı necə böləcəyiniz
görüşdürəcəyiniz barədə yenidən düşünməli olacaqsınız. Bunun müsbət tərəfi də var. Zəhmətinizin hədər getməyəcək. Bir qədər sonra bunun əvəzində səxavətli mükafat alacaqsınız. Amma hələlik pul xərcləməyə tələsməyin ki, yeni gəlirləri gözləyərkən çətin vəziyyətdə qalmayasınız. Çünki həmin gəlir bir qədər gecikə bilər. Əqrəb bürcü 13 iyul 2026-cı il. Ulduzlar bugün sizi sevindirmək qərarına gəldiyinə görə həyatdan zövq alın və özünüzü heç nədən məhrum etməyin. Köhnə planları həyata keçirmək, arzuları gerçəkləşdirmək və ya sadəcə dünyanı bir qədər yaxşılaşdırmaq şansınız var. Tez hərəkət etməli olacaqsınız. Amma bununla bağlı heç bir problem yaranmayacaq. Nəyə nail olmaq istədiyinizi və bunu necə edə biləcəyinizi başa düşən kimi düzgün istiqamətdə ilk addımları atacaqsınız. Köhnə müttəfiqləriniz də sizin ardınızca gələcək və ehtiyac yaranarsa sizi yarı yolda qoymayacaqlar. Əqrəblər bugün liderlik keyfiyyətlərini xüsusilə parlaq şəkildə nümayiş etdirəcəklər və bu diqqətdən kənarda qalmayacaq. Bəziləri anlayacaqlar ki, siz artıq rəhbər vəzifəyə tam hazırsınız və yaxın zamanlarda müttəfiq təklifləri ala bilərsiniz. Bundan əlavə insanların çoxu sərhədlərinizi qətiyyətlə qorumağınızı və maraqlarınızı inamla müdafiə etməyinizi yüksək qiymətləndirəcək. Sizə əvvəlkindən daha böyük hörmətlə yanaşacaqlar. Ox atan bürcü 13 iyul 2026-cı il. Bugün sizin üçün həqiqətən mümkünsüz görünən iş az olacaq. Ulduzların dəstəyindən istifadə edərək həm çoxdan qarşıya qoyduğunuz məqsədlərə çatacaq, həm də cəmi qısa müddət əvvəl düşündüyünüz planları həyata keçirə biləcəksiniz. Çətin tapşırıqlar sizi qorxutmayacaq. Onları həvəslə yerinə yetirməyə başlayacaq. Lazım olan nəticəni əldə edəcəksiniz. Əvvəllər yola gedə bilmədiyiniz insanlar özləri ünsiyyətə təşəbbüs göstərəcəklər. Onlarla birgə fəaliyyət barədə razılığa gəlmək mümkün olacaq və bu uzun müddətli səmərəli əməkdaşlığın başlanğıcı ola bilər. Son vaxtlar rəhbərlik və işgüzar tərəfdaşlarla münasibətləriniz gərgin idisə, bugün hər şeyi aydınlaşdırmaq şansınız olacaq. Vaxtilə sizi amansızcasına tənqid edənlər belə gözlənilmədən hər şeyi düzgün etdiyinizi etiraf edəcəklər. Oğlaq bürcü 13 iyul 2026-cı il. Tələsməyin, ətrafınızdakılar sizə hansısa qərarları tez verməyə çağırsa da sizin üçün rahat və məntiqli görünən tempə sadiq qalmaq daha yaxşıdır. İntuisiya sizə risk etməməyin, ehtiyatlı davranmağın, xüsusən də maliyyə məsələlərində daha doğru olduğunu göstərəcək. Ən iri alış-verişlər və ya ciddi sövdələşmələr əvvəlcədən planlaşdırılmayıbsa, onları təxirə salmaq daha məqsədə uyğundur. Yaxınlarınızın dəstəyi sizi sevindirəcək. Məsləhətləşmək, dərdinizi bölüşmək və ya fikirlərinizi danışmaq istəsəniz, sizə əziz olan insanlardan biri mütləq yanınızda olacaq. Əgər əvvəllər qohumlarınız və ya sevdiyiniz insanla münasibətlərdə tez-tez gərginlik yaranırsa, bugün bunun səbəblərini aydınlaşdırmaq mümkün olacaq. Dolça bürcü 13 iyul 2026-cı il. Hər şey istədiyiniz qədər asan alınmayacaq. Əgər hansısa işdə tez nəticə əldə etməyi və ya başqalarının uzun müddət bacarmadığı işi cəhdlə həll etməyi gözləyirdinizsə, bugün sizi məyus edə bilər. Amma öz imkanlarını və ümumi vəziyyəti obyektiv qiymətləndirən dolçalar razı qalacaqlar. Onlar bir daha öz haqlı olduqlarına və əvvəllər qəbul etdikləri qərarların düzgünlüyünə əmin olacaqlar. Maliyyə ilə bağlı bəzi məsələlərin həllində gecikmələr mümkündür. Gözlədiyiniz pul daxil olmaları təxirə düşə bilər. Xərclərinizi yenidən nəzərdən keçirmək, bəzi alış-verişləri sonraya saxlamaq faydalı olacaq. Balıqlar bürcü 13 iyul 2026-cı il. Uzun müddətdir alınmayan bir iş var. Bugün onu yenidən sınamağa dəyər. Ulduzlar israr göstərən və başqalarının köməyindən həddindən artıq asılı olmayan insanlara dəstək edir. Xüsusilə maliyyə məsələlərində qərarları müstəqil qəbul etmək vacib olacaq. Bir çox balıq üçün bugün planlaşdırılmamış xərclərlə bağlı olacaq və belə vəziyyətdə başqalarının məsləhətlərini deyil, öz sağlam düşüncənizi rəhbər tutmağınız daha doğru olacaq. Bugün təşkilat məsələlərinin həlli, sənədlərin rəsmiləşdirilməsi və dövlət qurumlarına müraciət etmək üçün əlverişlidir. Nüfuzlu insanların dəstəyinə ehtiyacınız yaranarsa, onu tez əldə edə biləcəksiniz. Potensial işə götürənlər və tərəfdaşlarla görüşlər uğurlu keçəcək. Onlarda müsbət təəssürat yaradacaqsınız.